Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, bələdiyyə ərazisində daimi yaşayan və ən azı 5 il müddətində yaşayış yeri üzrə daimi qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu qanunun 9.8-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və icarəsinə verilməsi halı istisna olmaqla, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq həracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Əgər müsabiqədən və həracdan kənar fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən torpaq əldə etmisinizsə, bayaq qeyd etdiyim məhdudiyyət ondan ibarətdir ki, 5 il müddətində həmin torpağı özgənçiləşdirə bilmərsiniz. Yəni, sata bilmərsiniz, bağışlaya bilmərsiniz və yaxud da torpaq üzərində hər hansı bir əməliyyat apara bilmərsiniz. Ona görə də bələdiyyədən fərdi yaşayış evinin tikintisi üçün müsabiqədən və həracdan kənar torpaq əldə etdikdə, bunu mütləq nəzərə alın ki, 5 il müddətində həmin torpaqla bağlı hər hansı bir əməliyyat apara bilmərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.